Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının 4-cü siniflər üçün yarpaq test vəsaitindən izahlarımız davam edir. 21-ci test mövzu dəyişəni olan ifadələr. Keçən mövzu biz sizinlə ədədi ifadələr haqqında danışmışdıq. Dəyişəni olan ifadələr ədədi ifadələrə hərflərin əlavəsi ilə yaranmış olur. Buna görə də deyirik ki, əməl işarələri, mötərizələr və hərflərin köməyi ilə yazılan ifadələr dəyişəni olan ifadələrdir. Yəni burada hərflər də əlavə olunmuş olur. Dəyişən nədir? Adından da məlum olduğu kimi dəyişə bilən, yəni müxtəlif qiymətlər alan, müəyyən qiymətlər ala bilən hərflərdir ki, yəni bu qiymətləri hərflərlə işarə edirik. Daha sonra da bu hərflərə verilən qiymətə görə, yəni nəyə bərabər olduğunu bildikdən sonra hesablama aparmış oluruq. Ədədi ifadələrin də yerinə yetirilməsi zamanı hansı əməl necə yerinə yetirilirdisə, dəyişəni olan ifadələrdə də eyni qaydadır, eyni cür yerinə yetiriləcək. Sadəcə dəyişəni olan ifadələrdə dəyişənin qiyməti məlum olduqdan sonra yerinə qoyulub ifadənin qiyməti tapılır. Bu qədər. Yəni keçək indi tapşırıqlara. Görək tapşırıq 1-də nə yazır? Yazır ki, A bərabərdir 124, B bərabərdir 4 olduqda ifadənin qiymətini hesablayın. Burada artıq dəyişən B və A-dır. Hər iki dəyişənin qiymətini bilirik, yerinə qoyub yazmış olaraq. Yazırıq ki, 320 bölünsün B-nin qiyməti 4 olduğuna görə 4, üstə gəlsin A-nın qiyməti 124 olduğuna görə 124. 324-ü bölsək 4-ə, 320-ni bölsək 4-ə eləyəcək 80. Üstünə gəlirik 124, bu da bərabərdir 204 etmiş olur ki, doğru cavab B variantında var. 2-yə baxırıq, yazır ki, verilən ifadənin hasil şəkildə yazılışı hansıdır? Biz bilirik ki, vurma əməli eyni toplananların qısa şəkildə yazılışıdır. Məsələn, burada D-lər 1, 2, 3, 4, 5. 5 dəfə toplanılıb, yəni D-ni 5-ə və yaxud da 5-i D-yə vurmaqdır. Bu o demək ki, 5 vurulsun D olmuş olacaq. Bu da doğru cavab A variantında verilmişdir. 3-ə baxırıq, yazır ki, verilən təsvirə uyğun ifadə hansıdır? 3 dənə A var, bir də 4 var burada. Yəni bunların cəmi hesablanmış olacaq. Burada da 3 vurulsun A, üstə gəlinsin 4, doğru cavabımız C variantında verilmişdir. Elə ki, hər qutuda A qədər, məsələn, deyək ki, ərzaq var, bir də bir qutuda da 4 kiloqramdır. 3 qutu 3A, bir də pilosu 4 kiloqram digərində olanı üstünə gəlmiş olaraq. Davam edirik, növbəti 4-cü tapşırıq. Yazır ki, Sahil 2 nağıl kitabı, 3 hekayə kitabı aldı. Nağıl kitabının qiyməti C manat, hekayə kitabının qiyməti isə D manatdır. Sahilin ödədiyi ümumi məbləği göstərən hərfi ifadə hansıdır? Yəni dəyişəni olan ifadə hansıdır? Nağıl kitablarının sayı 2-dir və bunun qiyməti, nağıl kitabının qiyməti C manat olduğuna görə nağıl kitabına verilən pulu hesablamaq üçün sayı vururuq qiymətə, yəni miqdarı qiymətə. C vurulsun, 2 vurulsun C olmuş olacaq. 3 hekayə kitabı alıb və bunun da qiyməti D manat olduğuna görə bunu da D-yə vurmuş oluruq. Sahilin ödədiyi ümumi məbləğ deyəndə, yəni cəmi məbləğ nəzərdə tutub da üstə gəlsin yazılmış olacaq. Hansında yazılıb 2 vurulsun C, üstə gəlir 3 vurulsun D, D variantı. Növbəti tapşırığa baxırıq 5-ə. Yazır ki, düzbucağının tərəflərinin uzunluqları verilmişdir. Onun perimetri hansı ifadəyə bərabərdir? Düzbucağın perimetrini tapmaq üçün biz belə yazırıq. Yəni 2 vurulsun A üstə gəlinsin B. Yəni eni və uzunluğunun 2 qatı olacaq. Yəni tərsinə də yazıla bilər. Məsələn, A üstə gəlinsin B vurulsun 2. Yəni eni və uzunluğunu 2-yə vursaq perimetrini tapmış olarıq ki, burada da bizim yazdığımız ifadə C variantında var. Növbəti tapşırığa baxaq. 6 nömrəli tapşırıqda yazır ki,
C bərabərdir 8, D bərabərdir 27 olduqda ifadənin qiymətini hesablayın. Burada ifadənin qiymətini hesablayarkən C ilə D-nin qiymətlərini yerinə qoyun. Məsələn, yazıb C vurulsun deyə, yəni 8 vurulsun 27 çıxılsın 8 vurulsun C-nin yerinə 5. Əslində burada biz bilirik ki, ortaq vurğu mötərizə xaricdən çıxartmanı da hesablaya bilərik, amma fərq etməz. 8-i 27-yə vurmuş olsaq, eləyəcək 216. 216. Bundan da çıxır 8-i 5-ə vurandan 40-ı çıxmış olsaq, bu da bərabərdir eləyəcək 176 olur ki, doğru cavab C variantında var. 7-yə baxırıq. Yazır verilən ifadənin cəmi şəkildə yazışı hansıdır? Burada 3 vurulsun A, üstə gəlinsin 2 vurulsun B. Yəni 3 dənə A-dan, 2 dənə də B-dən danışılmış olur. Yəni onları toplama şəklində yazmış olsaq, olacaq A üstə gəl, A üstə gəl, A, üstə gəlinsin B, üstə gəl B. Hansı variantda verilib? Belə A variantında verilmişdir. 8-ə baxırıq, yazır ki, A bərabərdir 12, B bərabərdir 702 olduqda ifadənin qiymətini müqayisə edin. Öncə hesablamış olaraq əlbəttə. Buranı silim. Deməli, baxırıq ki, burada A-nın yerinə 12 yazmış oluruq. 12-ni 7-yə vursa 84, üstünə də 18 gəlmiş olsaq 102 cavabını almış oluruq. Burada B-nin qiyməti 702-dir. 702-ni bölmüş olsaq 6-ya eləyəcək. 702-ni 6-ya bölmüş olsaq eləyəcək 117. 117. Bundan da 15 çıxsaq bu da bərabərdir. Yəni burası da bərabərdir. 102 etmiş olur və burada bərabər işarəsi qoyuruq B variantı. Davam edirik. 9-cu tapşırıq. Yaz ki, verilən ifadəyə uyğun təsvir hansıdır? N vurulsun 3, yəni 3 dənə N var. 2 vurulsun N, 2 dənə də N. Hansı variantdadır? B variantında görürük biz bunu. Ona baxırıq, yazılı dəyişənin hansı qiymətində ifadənin qiyməti 125-ə bərabər olar? Bir-bir yoxlayarıq. Dəyişənin məsələmdə ki, burada 11-in üstə 4 gələndə eləyəcək 15, 75 etmiş olur burada. Bu deyil. Bizə lazım ki 125 olsun. 125 olması üçün 5-i biz 25-ə vurmalıyıq. Yəni ki, hansında x ilə 4-ün cəmi 25-ə bərabər olarsa odur. Yəni 25-dən də 4-ü çıxanda eləyir neçə? 21. Deməli 21 olmalıdır x. Burada da C variantı. İstəsəz bunu tənlik şəklində də yazaq. Hələ ki tənlik keçməzsiniz. Ona görə sadəcə yerinə qoyub hesablama aparmış oluruq. Növbət dərslərimizdə tənlik keçəndə daha ətraflı danışarıq. 11 nömrəli tapşırıqda yazır ki, tərəfinin uzunluğu m santimetr olan kvadratın sahəsi hansı ifadə ilə hesablanır? Kvadratın sahəsini tapmaq üçün tərəfini özünə vurmaq. Tərəfi m-dirsə m vurulsun, m olmuş olacaq. Doğru cavab da B variantında verilib. 12-yə baxırıq, yazır ki, Novruz şənliyində x sayda xonçanın hər birinə 5 şəkər bura və y sayda qoğal qoyuldu. Qoyulan şirniyyatların ümumi sayı hansı hərfi ifadəyə bərabərdir. Deməli, x sayda xonçanın hər birinə 5 şəkər bura və y sayda da qoğal qoyulur. O zaman biz deyirik ki, x sayda xonçadır. Bu xonçaların hərəsinə 5 dənə şəkər bura, üstə gəlinsin, y-dən də qoğal qoyulur. Və x-i vurmuş olsaq, yəni məsələmdəki 10 olsaydı, onu vurardıq. Bu da 2 olsaydı, yəni 2 dənə də qoğal qoysaydı, 5 dənə 2-nin cəmi 7. Onu vurardı, 70 dənə ümumi nə olacaqdı? Şirniyyat olmuş oldu. Çünki qoyulan şirniyyatların cəmi bizdən ümumi sayını soruşur. Yazdığımız ifadə harda var? Elə A variantında verilmişdir. Bu da A variantında göstərilib. Doğru cavab A variantı olmuş olacaq. 13-ə baxırıq, yazılır hasilin cəm şəkildə yazılışı hansıdır? 5 vurulsun, yəni burada baxırıq ki, 5 vurulsun B, yəni B-ni 5 dəfə toplamaq deməkdir. B, üstə gəl B, üstə gəl B, üstə gəl B, üstə gəl B.
Bu da hansı variantda var? 5-dən B variantında elə verilmişdir. Daha sonra baxırıq 14-də yazır ki, sual şahisinin yerinə uyğun gələn tamı əks etdirən ifadə hansıdır? Əlbəttə bu 3C, yəni 3 vurulsun C, üstə gəlsin 4 olmuş olacaq. 3 vurulsun C və yaxud da C vurulsun da 3 ola bilər. Fərq etməz, vurğuların yeri dəyişsə, hasil dəyişməz, A variantı. 15-ə baxırıq, yazı ki, cədvəldə hansı ədəd yazıla bilməz? A-nın qiyməti, B-nin qiyməti qabaqda verilib. Burada 4A üstə gəlsin 5B yazılıb. 4-ü A-ya, yəni 8. Üstünə də gəlmiş olsaq 25-i 33. Burada 33 var. Daha sonra 4-ü 3-ə vursaq 12. O da 35, 47. 47 də var. Daha sonra baxırıq ki, 4-ü 7-yə vursaq 28, o da 20, 48. 48 də var. Hansı yoxdur? 45 yoxdur. Doğru cavab C variantı. 16-cı tapşırığa baxırıq. Yəni tərəzinin bir gözünə kütləsi eyni olan 2 qutu qoyulmuşdur. Tərəzi tarazlıqdadırsa, bir qutunun kütləsini hansı ifadə ilə göstərmək olar? Baxırıq ki, burada deməli M, 2 dənə M, 3 dənə də N olmuş olacaq. Bizdən bir qutunun kütləsini hansı ifadə ilə göstərmiş olaraq bunları toplayarıq. Yəni, bunların cəmi neçədirsə bölməliyik 2. Çünki bu 2 qutunu göstərmiş olur. Yəni, burada da 2M var. Üstə gəlsin 3 dənə var, N var. Bunu cəmlədik. Nə qədər oldu bunun cəmi? Bunu bölməliyik 2-yə. İndi görək ki, hansı cavabsa var bizim. Yəni, 3-ün fərqi yoxdur. 3 vurulsun N-dir. Bildirim ki, hərflə ədəd arasında, yəni vurma işarəsi yazılmaya da bilər. Məsələn, deyək ki, 3 vurulsun N bərabərdir 3N deməkdir. 2 vurulsun X, məsələn, deyək ki, 2X deməkdir. Yəni, fərq etməz bunlar arasında. Yəni, 2 dənə X, 2 vurulsun X deməkdir. Məsələn, 2 dənə X, 2 dənə 5, 10 eləyir. 2 vurulsun 5 də 10 etmiş olur. Tamam, baxaq görək hansı ifadə var. N vurulsun, deməli, N vurulsun 2, N var. Burada görürsən, vurma ilə yazıblar, C variantı. Bu qədər növbəti tənlik olacaq. Tənlik 2 variantdan ibarətdir. Məncə A variantının izahını paylaşmış olarıq. Daha sonra da B variantı. Siz bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik sağ olun.